Deməli, ön hissəsi Heydər Əliyev parkıdır, arxa hissəsi Köhnə Bazar, Təzə Bazar. Hər iki tərəfə yaxındır. Binanın belə bir geniş həyət hissəsi var. Xırdalanda, Heydər Əliyev parkında çox gözəl bir mənzil satışa çıxarmışam. Arkadaş, arada bizdə göstər. Xahiş edirəm. Keçək mənzilə doğru. Olduğu mənzilə doğru. Baxın, mənzil bu mənzildir. Gözəl təmir olunub. Girişdə də belə bir düzgüsü var. Yerlər isti döşəmədir. 67 kvadratdan ibarətli sənəd kupçası hazır əldə ipotekada gedir. Burada evin uşaq yataq otağıdır. 3 otağa perezelka bir mənzildir. Sənəd kupçadır. Xırdalanda körpünə tikintiyə məxsus bir binada yerləşir. Hamam sanuzelidir. Bütün aksesuarlarla təchiz olunub. Burada yerləşir. Evin geniş bir dənə yataq otağı. Çox geniş. Daha fikir ver. Yataq otağından balkona çıxmaq üçün yerli göstər də balkonu göstər. Ağıllı bala. Göstər balkonu. Bir dənə də belə xudmani balkonu var. Sənəd kupçadır. Kupçası hazır əldədir. Kupça da var. Hər şey var. Yerlərdə isti döşəmədir. Burada evin qonaq otağıdır. Bax, belə bir səliqəli, TV stenddə yığılmış qonaq otağıdır. Qonaq otağında baş tərəfində burada mətbəx, həyətə baxan 3-cü mərtəbə. Mərtəbənin gözəlliyinə bax, 3-cü mərtəbə. Bir də həyəti göstərək. Yeraltı, yerüstü dayanacağı mövcuddur. Xırdalanda tam mərkəzdə Heydər Əliyev parkının düz yanında yerləşir. Gəlirsən, danışırsan, 128 deyir bu. Sən onun deməyinə 128 dedi, sən qırırsan qiymətini, aşağı qiymətə alırsan, razılaşırsan. Sağ olun, salamat qalın.